yaxşılıq eləmək istəyirəm. Hə. Çünki ama bir şey de diyeyim. Yaxşılığı edip de dönüp birine səhv etdiysə, o yaxşılıq sənin karına yetməyəcək ya. Çünkü her bakıştan bakan nur Allah'ın zərrəsidir. Deyir, den görüm yadıma necə düşür bu. Həqiqət her zaman eyləyər zühur. Her devrin özüne məxsusdur bu nur. O bir mələk kimi göyə qalxsa da, müqəddəs ruh kimi göydə axsa da, sehirlə, əfsunla ram edərəm mən, göydən yer üzünə indirərəm mən. Pəri tək gəzərsə dağda meşədə, mahirəm, təcrübəm var bu peşədə. Tutaram, sehirlə tutaram onu meşə içində, sənə göstərərəm gözlərimin içində. Nur. Kimi şeirdir Ümmü xanım. Caminim. Başa düşdünüz? Necə Hər yazılsın? baxışdan baxan nur Allahın zərrəsidir. Və biz yaxşılığı edib də, bunu Quran aydın deyir, yaxşılığı edib də imanı olmayanlara o yaxşılıqları kara yetmir. Bax, mən özümü tanıyanı, biləni bilirəm ki, eləcə ova çıxmışam ki, indi yox ha, elə özümü bilən, tanıyan, anlayandan ki, yaxşılıq eləyim, bir qəlb sevindirim. Nəsə bu xasiyyət idi Allah Teala'dan mənə verilmişdi. Amma iman ləkəli oldu, qınaq oldu, düzdür, həqiqət namin oldu. Yəni, sırf haqsızlıqla olmadı, amma nə olsun, oldu. Çırpdı məni 4 metrəyə qədər yerdən, fillənkəndən, çırpdı yerə, belimi qırdı, qoydu ora. Bax, yəni sən yaxşılıq edərsən, birinə səfeh deyərsən, gic deyərsən, başqaraq deyərsən, axmaq deyərsən, o iman artıq ləkəlidir. Biraz diqqətli olmaq lazımdır. Bax belə.